Evlilik sevgini öldürürmü? Bəli. Salamlar hər kəsə. Deməli, bu günlərim verdiyiniz sualları cavablandıracağam. Bu günlərim sual-cavab vlog çəkirəm, dostlar. Dəyərli izləyicilərim, sual-cavab vlog çəkirəm. Qızım, nə edirsən? Deməli, sual vermisiniz ki, yox, evlilik sevgini öldürmür mənim fikrimcə. Bu birinci sual. Sonra 3 uşaqlı ana olmaq çətindirmi? 3 uşaq çətindirmi? Əlbəttə ki, 3 uşağa baxmaq çətindir. Plusda tək başınasansa daha çox çətindir. Çünki baxın, yarım saat deyil, evi yığışdırmışdım. Şalvar yerdə, evi dağıdıblar. Baxın, özünüz görürsünüz zaten. Sübut. Bu da sizə sübut. Yəni evi dağıdırlar, 3 uşaq məsuliyyətli. Bax, qızıma nə qədər deyirəm, dərsini oxumur, yazmır. Bax, istəyirəm ki, yazsın, yazmır. Dərsidir, ondan sonra təmizliyidir, yeməyidir, çayıdır, suyudur. Bunların, uşaqların özəl baxımlarıdır. Hamısı məndəndir. Yəni, bəlkə də şəraitim yaxşı olsaydı, 3 uşaq belə çətin olmazdı. Onu da bilmirəm. Bəlkə məndə bir otaqdır deyənə mənə çətin gəlir. Onu da bilmirəm. Amma mənim üçün çox çətindir. 3 uşaqlı çox çətindir. Allah təki balalarımın canı sağlam eləsin. Bax, özün şikayət edib gəlibdi. Baxın, yəni heç nəyi gizlətmirəm. Necə var elə çəkirəm. Dəyərli izləyicilərim. Baxın, özün şikayət edib. Demək olar ki, bu gün kimi. Moddiş, neynəmsən? Mikrofona gəlir indi də. Ona, nə sual idi ayala biri də? Üzünü niyə göstərmirsən? Otur qızım, vlog çəkirik, vlog çəkirik qızım. Dinlədir, Cünəkin maması vlog çəkirik. Otur. Mikrofonla, bununla deşir. Üzünü niyə göstərmirsən vlogu? Qızım deyən də. Yaxşı, aşkım, yaxşı. Qoydurmayarım. Üzümü onun üçün göstərmirəm ki, həm yoldaşım qoymur, həm də ki, özüm göstərmək istəmirəm. Qoyuyorum, şalvarı götürüm bu arada. Bəlkə müəyyən bir vaxtdan sonra göstərirəm, onu da bilmirəm. Hələ ki, amma üzümü göstərmək fikrim yoxdur. Həm də elə biləm, üzümü göstərsəm, nəsə mənə ayıb olar, nəsə elə bir şey, elə fikirdəyəm. Baxın, evlilikdə bunların hamısı normaldır deyəsən. Çünki mən çatdıramıram. Səhər durmuşam, qabları yumuşam, günorta yumuşam. İndi axşam yemək hazırlamalıyam, 3 uşaq. Çatdıra bilmirəm. Təmizlik hələ süpürüb silmişdim buraları. Yenə bulaşıbdır. Yəni dostlar, belə mənim həyatım belə gedir. Həyatımdan da ki, narazıyam, yox. Şükür olsun Allahın böyüklüyünə. Bu arada paltar yuyanı da qoşmuşam. Paltarlarımızı yuyur. Qoy çay da qoşaq. Axşama kartof qızartması edəcəm. Bilmirəm, o ayrı vlog olarmı? Ayrı vlogda o kartofu qızardıb belə ya uzun ya short olarmı yoxsa olmazmı, onu da bilmirəm. Telefonumun zaytqası çox belə necə deyim, tez ölür dostlar. Ancaq elə bax burada zaytqaya mən taxıram. Vlog çəkirəm, təzədən editləyib sələtkaya qoyuram. Onun üçün belə, amma istəyirəm ki, bu videodan məni tanıyanlar olsa, part 2 ilə gələ bilər. Sorğu sualın part 2-sini çəkə bilərəm və daha necə deyim, çox sual olsa, bu səfər az sual oldu. Daha çox sual olsa çox yaxşı olar. Çox sevinərəm. Bəlkə də bu videoyla məni yeni tanıyanlar olar, olmaz bilmirəm. Məni tanıyın da vlogu gələ bilər. İndi söz vermirəm, bəlkə də vaxtı gələndə uşağın səsi
Vaxtı gələndə inşallah bəlkə özümü də göstərərəm. İnşallah, sağlıq olsun. Hələ ki, yəni üzümü göstərməyə hazır deyiləm, belə deyim. Məni izləsəz, abunə olsaz, çox sevinərəm, dəyərli izləyicilərim. 25-26 gündür YouTube'da tam ciddi şəkildə video atıram. Çalışıram ki, hər gün atım. Düzdür, 2 gün olub atmamışam. Nə yalan deyim, çünki çox yorulmuşdum. Amma 24 gündür, 24-23 gün belə olar ki, mən tam ciddi şəkildə YouTube'a videolar atıram. Dəyərli izləyicilər, belə deyim. Yəni, istəyirəm ki, məyus olmayım da. Bu çıxdığım yolda inşallah ki, böyük abunələr qazanaram. Allahın izni ilə ikiniz də siz göydə Allah yerdəsiz. Yəni buradan izləsəz çox sevinərəm. İnşallah ki bu videonu atlamadan izləyərsiniz. Çevirmədən izləyərsiniz inşallah. Dəyərli xanımlar, dəyərli izləyicilər. Mən arada uşaqlar deyirəm. Çünki bilmirəm, mən elə olur ki 13 yaşında uşaqların qarşısına çıxıram. Elə olur ki böyük nəslin qabağına çıxıram. Elə olur ki orta nəsil, yəni hələ belə deyim ki, YouTube məni təkmilləşdirməyib ki, kimin qarşısına çıxartmaq lazımdır. Hamının qarşısına çıxardır. Ona görə uşaqlara xanımlar, bəylərə xanımlar demək istəmirəm. Ona görə ya dəyərli izləyicilərim, ya dəyərli dostlar deyirəm. İndi inşallah, yəqin ki, YouTube-da mən istəyərəm ki, ən çox istəyərəm ki, uşaqlı anaların qarşısına çıxam. Çünki kanalım uşaqlı anadır. İstəyərəm ki, uşaqlı anaların qarşısına çox çıxam. Hər birinə hörmətim var. Kim məni izləyirsə Allah xoşbəxt eləsin. Allah razı olsun sizlərdən. Var olasınız. Çox sağ olun ki, mənə dəyər verib izləyirsiniz. Belə fərqi yoxdur mənim üçün. Hər bir özünə hörmətim böyükdür. Uşaq ağlayır gedim. Sağ olun, Allaha əmanət olun. Qızlar, artıq edit eləməyə keçirdim. Bir izləyicimiz də yazıb ki, dedim onu da qoy qoşum. Nə yaxşı kanalı açdınız və ailədən qarşı gələn oldumu? Çox gözəl sualdır. Çox gözəl sualdır və yaxşı vurğulayıb. Və demək istəyirəm ki, buradan kanalı açmaq niyyətim belə yox idi. Açmışdım zaten kanalı. Yoldaşıma soruşub kanalı açmışdım. Sadəcə arada vlog atırdım. Belə TikTok'dan məni izləyənlər bilir. 10.000 əvvəl 11.000 idi, sonra düşdü. Optionda 11.000'lik səhifəm var idi. Orada 1 dəqiqəlik, elə orada 30 saniyəlik vloglar paylaşırdım. Dedim ki, nədən olmasın, YouTube'a atmayayım. Amma atırdım, aktiv değildim. Həftədə bir shorts, qısa vlog atırdım. TikTok'dan götürürdüm, atırdım YouTube'a. Orada həftədə bir, 10 gündən bir, elə olurdu ki, 1 aydan bir, hətta atırdım. Və sonradan telefonum xarab olana yaxın, belə necə deyim, baxdım ki, telefonum xarab olur, nə bilim, belə bir ki, mən vəh gəldi ki, niyə YouTube kanal açmırsan? Telefonum normal olan vaxtı yadıma düşmədi. Sonradan yadıma düşdü ki, niyə YouTube kanalı mən yaxşı, normal işlətmirəm. TikTok'dan onsuz bir qazanc yox idi. Və ChatGPT yazdım ki, mən necə YouTube'da pul qazana bilərəm. Sözün açığı, mən pul qazanmaq niyyəti ilə sonradan, indi bu dəqiqə pul qazanmaq niyyəti ilə açmışam YouTube'u. İnşallah ki, saatim dolar və mən ən böyük arzumdur ki, YouTube'dan özümə telefon alam, pul qazanıb, saatımı tamamlayıb. İnşallah ki, bu yolda mənə dəstək olarsınız, saatımı tamamlayarıq Allah qoysa və ailədən qarşı gələn oldu mu? Yoldaşım qoyur, bəli. Amma ailədən belə, məsəl üçün, narazılıqlar var. Neynib sən çəkirsən, heç nə olan deyil. Belə var. Amma ki, necə deyim, mən bir şey başıma qoydumsa, bir də ki, yoldaşım çox sağ olsun, mənə böyük dəstəkdir. İnşallah ki, Allahın izni ilə yaxşı olar
və artıq onlar da normal baxırlar, belə deyək, yəni necə deyim, necə başa saldım bilmədim. Yəni yoldaşım dedi, onlar da başa saldı hər birin. Yəni ona görə vloqlara davam eləyirəm. Burada mən yüksəlməyi planlaşdırıram. YouTube-dan əl çəkmək niyyətimiz yoxdur. Yoldaşım da mənə dəstək, çox sağ olsun. Allah razı olsun yoldaşımdan da. Allah onun başından bir tükün belə əksik eləməsin. Hər zaman üstümüzdə olsun. İnşallah, çox sağ olsun. Ən böyük dəstəkçim yoldaşımdır. Çox sağ olsun, var olsun. İnşallah ki, bu YouTube-da addımlayarıq. Sizinlə birgə böyüyərik dostlar, dəyərli izləyicilərim. Əziz məni izləyən insanlar, çox sağ olun. Və mən inşallah ki, burada uğur qazanaram. Belə sual-cavab vloqunu çox istəyirəm çəkmək. Kimin nə sualı olsa, normal şəkildə, xətti keçmədən sual-cavab vloqunda iştirak edə bilər. İndi isə mən gedirəm edit eləməyə. Gedim şəkillərini də qoyum. Edit düzdür. Bir də edit eləmək çox çətindir. Bir də ki, bu çəkdiyim telefonda zalyetka saxlamadığına, editi də çox vaxtı zalyetka da eləyirəm, düz əməlli eləyə bilmirəm. Baxıram ki, düz əməlli edit eləyə bilmirəm. İnşallah ki, onu da öyrənərəm vaxtı ilə. Bu arada dəriyə yatdım. Başım yatdı. Ay Allah, belə işlər. Və bundan sonra nə vloqlar gəlsin, dəyərli izləyicilərim. Deyin, mən də çəkim. Mənə fikir versəz, vloq fikirləri, mənə də yaxşı olar. Bir dəfə qışqırtma çəkdim. Sonra məni tanıyın. Yoldaşım məni nə qədər tanıyır vloqu çəkmişdim dostlar. Əziz dəyərli izləyicilərim çəkmişdim. Sadəcə yoldaşımın üzü görsənir deyənə. Dedi, istəmirəm paylaşma, qaldı elə. Bu videonda məsəl üçün istəyərdim ki, üzümüzü göstərək çəkək, amma hələ ki vaxtı deyil. İnşallah kanalımız böyüyər, 100.000 falan olar. İnşallah üzü oyana, bəlkə də üzümü göstərərəm, elə vloglar gələr. Tamam. Gedin baxın uşaqlar. Bu qədər dəyərli izləyicilərim, gələn görüşlərə dək. İnşallah gedim görüm necə editləyirəm bu videonda. Dəyərli izləyicilərim, var olun. Bu videomu axıracan baxsaz, ötürmədən izləsəz çox sevinərəm. Mənə abunə olsaz, dəstək olsaz çox sevinərəm canlar. Sağ olun, Allah'a əmanət olun.